Biz aramızda razılaşmışıq, xərcim çıxdı. Nə qədər? Amma biz razılaşmışıq ki, biz açıqlamırıq. Nəyə görə açıqlamırıq bu məbləği? Çünki həm onun başqa əlavə xərcləri oldu, həm o vəkillər tutdu. Yəni, mən deyim bir şeydən... Vəkil də tutdu, yəni nə baş verdi Bəli, burada? tutdu və orada nəyə görə izah edim nə oldu? Bu məsələ açılandan mən o oğlanı tanımadan, yəni şikayətçi tərəfi tanımadan, mən bu məsələni yönəltdim uşağımın atasına. Hə. Və dedim kişilər danışar bu söhbəti. Yəni qadın işi deyil bu məsələlərə. Heç vaxt o məsələlərdə özüm iştirak etməmişəm. Və dedim sən danışdın. Amma onlar arasında razılıq olmayıb. Və onların arasında narazılıq olub deyə. Sən girdin ortaya. Necə girdim? O şikayətçi tərəfə bildiriblər ki, biz elə bil ki, keçmiş həyat yoldaşımla hələ də evliyik. Və o dediyi hər bir söz mən dediyim sözdür. Ona səhv məlumat yönəldib, onu doldurublar. Tamamilə başqa. O da əsəbi olur. Onun anası da, yəni onun ailə üzvləri də məni tanıyırlar. Mənim sənət yolumu da, həyat yolumu da. Tərbiyəvə də bələtdilər. Bəli, və onlar 10 gün gözləyiblər və şok yaşayıblar ki, bu insan bu qədərmi heç kimi saymırmış. Və məni tamamilə səhvən anlayıb. Mənim orada heç bir rolum olmadan, həyatımda elə situasiyada olmamışam yəni. İlk dəfədir 40 yaşımda elə bir situasiya düşürəm. Amma bu da mənim üçün bir məktəbdir, bir dərsdir. Əsas odur, barışıq oldu mu bu günləri? Gözəl münasibət yarandı. Nə gözəl. Nəinki barışıq. Kelvinin Nərmin Kərimbəyova fotosessiyasını gözləyin. Hələ o yazılmış maşının üstündə. Nərmin və o maşın. Məncə olar, çünki çox normal, çox adekvat insan. O maşın müqəssir oldu. Müqəssir.